Salam değerli abituriyentlər, bu videomuzda baxacağıq leksika bölməsindən olan testlərimizin izahına. Başlayaq birinci sualdan. Uyğunsuzluğu müəyyən edin. Yəni, nə istəyir bizdən? Yanlış olan fikirləri. Baxaq. Madam mütləq sözləri deyir, amonim deyil, minus işarəsi qoyulub. İndi baxaq. Madam sözündə mən vurğunu sona atsam, olacaq madam, xanım, madmazel. Bax, bu mənalarda isim kimi işlənəcək. Bir də deyirəm madam, yəni madam bunu bilmirdim. Yəni, burada şərt bağlayıcısı kimi işlənəcək. Bu söz vurğusuna görə fərqlənən sözdür. Yəni, iki müxtəlif mənada işlənir, amma vurğusuna görə müxtəlif mənalarda işlənir. Yəni, bu sözlər amonim yox, amoqraf adlanır. Eləcə də mütləq sözü vurğu sona düşəcək, olacaq sifət, bir heca önə düşəcək, olacaq zərf. Bunlar, yəni, hər ikisi amoqrafdır, amonim deyil. Yanlışdır, qabağına da yanlış işarəsi qoyulub, deməli, burada uyğunluq var, uyğunsuzluq yox. Kürə və şam sözləri deyir, amonimdir, plus qoyulub. İndi baxaq, kürə. Bir var, yer kürəsi mənasında işlədə bilərik. Bir də deyirəm ki, o kürə çörəyi deyilir, kürədə çörək pişirmək. Bax, o mənada hər ikisi, yəni amonim kimi işlənə bilər. Bir də şam sözü. Şam sözü amonimdir. Məsələn, deyirəm ki, şam ağacı ola bilər, şam yeməyi ola bilər. Yəni, amonim kimi işlənə bilər. Doğrudur, qabağına da doğru yazılıb, deməli, burada da uyğunsuzluq yoxdur. Xor və kamera sözləri deyir, amonim deyil, yanlışdır, minus qoy. İndi baxaq, xor sözü amonim kimi işlənə bilər. Məsələn, deyirəm ki, bir var xor şəklində oxumaq, necə xor, nə tərzdə. Bir də deyirəm ki, kiməsə xor baxmaq, yəni saymaz yana, ləyaqət hissəsinə baxmaq. Bax, bu formada da zərf ola bilər. Yəni, xor sözü amonimdir. Kamera sözü, bir var şəkil çəkilən kamera, bir də var qapalı, qaranlıq bir yer mənasını verir kamera. Yəni, kamera sözü də yerinə görə amonim kimi işlənə bilər. Bir şəkil çəkilən kamera aparat mənasında, bir də qeyd etdiyimiz kimi qapalı bir məkan mənasında işlənə bilər. Yəni, hər iki söz amonimdir. Plus, bu doğrudur. Amma qabağından yazıb amonimi minus, yəni deyir, amonim deyil. Deməli, burada artıq uyğunluq pozuldu. Testin doğru cavabı oldu C variantı. Gen və ləpə sözlərinə də baxaq. Deyir, amonimdir. Bəli, həqiqətən amonimdir. Məsələn, gen sözü bir var geniş mənasında, bir də sənin, məsələn, genin, nəslin, nəzabətin, bax, bu mənada işlənə bilər. Ləpə sözdə bir var qosundıq ləpəsi, bir də dənizin üstünə yığılır, ağ köpük formasında. Bu, ona da ləpə deyirlər. Hepsi amonimdir, burada uyğunluq var. Şaxta və orqan sözlərinə baxaq. Bunlar da amoqraf kimi işlənir. Vurğu sona düşəndə olur, məsələn, dolu, şaxta mənasında. Şaxta desəm, artıq yeraltı işlərin aparıldığı mədən mənasında işlənir. Orqan sözü, vurğu əvvələ düşür. Orqan desəm, bizim daxili orqanlarımız nəzərdə tutulur. Yox, əgər vurğunu mən sona atsam, bax, sona atanda bunun tələffüzü belə olacaq, arqan. Arqan da musiqi aləti deməkdir. Aydın oldu, orqan. Vurğu əvvələ düşəndə onunla tələffüz olunur. Daxili orqanlarımızın mənasını verir. Arqan desəm isə vurğunu sona atıb, bu zaman olacaq musiqi aləti. Yəni, burada da vurğu məsələsi var. Homoqraf sayılır bunlarda. Amonim yox, burada da uyğun, yanlışdır, qabağından da minus qoyur. İkinci suala baxaq. Hansı frazeoloji birləşmə amonimi yoxdur? Gəlin baxaq. O tutub yanmaq. O tutub yanmaq ifadəsi bir var deyirəm ki, məsələn, uşağın məsələn qızdırması qalxıb, o tutub yanır. Hərarəti yüksəlməsi mənasında işlənə bilər. Bir də kiməsə əsəbləşmişəm, deyirəm məsələn, o tutub yanıram. Bax, əsəbimdən o tutub yanıram. Bax, bu mənada amonim kimi işlənə bilər. Sonra cana gəlmə ifadəsi. Bir var deyirəm, xəstə cana gəldi, yəni sağaldı, ayağa qalxdı. Bir də var deyirəm ki, məsəl üçün, mən onun əlindən cana gəlmişəm, boğaza yığılmışam, bezmişəm. Bax, bu mənalarda işlənə bilər. Daha sonra qanundan keçmək. Qanundan keçmək də amonim kimi işlənə bilər. Məsələn, deyirəm ki, o vətən uğrunda qanundan keçdi, canından keçdi. Bax, bu mənada işlənə bilər. Bir də deyirəm ki, kimsə məsələn bir günah işləyib, amma mən onun qanundan keçdim, yəni onu bağışladım. Bax, belə işlənə bilər. Pərdə çəkmə ifadəsi frazeoloji birləşmə kimi işlənə bilər, amma amonimi yoxdur. Demək, testin doğru cavabı oldu. D variantı, nəyisə gizlətmək, ört-basdır etmək mənasında işlənir. Yəni, amonim deyil, amma frazeolojim kimi işlənə bilər. Ürəyi yanmaq ifadəsi. Ürəyi yanmaq bir var kiməsə yazığı gəlmək mənasında işlənir. Bir də, deyirəm, məsələn, kiməsə ürəyim yanır, uşaq ürəyim yanır, yazsam gəlir onun halına. Bir də susundan ürəyim yanır. Bax, bu mənalarda işlədə bilərik. Üçüncü tapşırığa baxaq. Uyğunluq hansı variantda pozulub? Salar.
Deyir, əsas rəngin fərqli tonu. Bəli, salar əsas rəngin fərqli tonuna deyilir. Bu doğrudur, qabanını doğru yazır. Bu getdi. Kəhkəşan. Sözün yazılışına fikir verin. Kəhkəşan. Kainat göy deməkdir. Doğrudur, qabanını doğru yazılır. Burada da uyğunsuzluq yoxdur. Müşk. Müşk qara rəngli, ətirsiz yox. Müşk yadınızda qalsın. Kəskin qoxusu olan bir maddədir. Ətirli maddədir. Bu yanlışdır. Qabandan da yanlış yazılıb. Getdi. Poliglot çox dil bilən adama deyilir. Doğrudur, qabandan doğru yazılıb. Getdi. Qıyqac əyri, çəp, yəni bəli, qıyqac sözünün mənası əyri, çəp, yanaçı deməkdir. Bu doğrudur, amma qabandan x qoyub. Deməli, yanlış burada uyğunluq pozulur. Dördüncü tapşırığa baxaq. Hansı cümlədə sözün leksik mənasını iki cür düşünmək olar? Leksik mənasını iki cür düşünmək olar. Çiçək xəstəliyini artıq unutmuşdum. Elə testin doğru cavabı A variantıdır. Mən bunu bir insan adı kimi düşünə bilərəm. Deyirəm ki, çiçək və yaxud da əl olsun, nigar olsun. Deyirəm, hansı bir xəstəlik gətirib, artıq bu xəstəliyini unutmuşdur. Bir də deyirəm ki, filan kəs, məsələn, Əli çiçək xəstəliyini, bir çiçək adında bir xəstəlik də var da, çiçək mənasında. Bir də deyirəm ki, Əli çiçək xəstəliyini, burada artıq çiçək xəstəlik adı kimi işlənir. Yəni, bir mənada çiçək insan adı kimi düşünürsün, bir mənasında isə xəstəlik adı kimi düşünürsün. Yəni, sözün leksik mənasında iki formada düşünmək olar burada. Beşinci tapşırığa baxaq. Uyğunsuzluq, yenə yanlış fikir istəyir bizdən. Blok sözü, isim. Bəli, bir var, məsələn, deyirəm, evin bloku, binanın bloku girişi, bir də deyirəm ki, blok bu, imtahan verdiyiniz blok. Hər ikisi, yəni, isimdir. Bu doğrudur, qabandan doğru yazılır. Getdi. Çilkə. Çilkə, bir var balıq mənasında, balıq çiliyor, xırda balıqlar olur. Bir də var, çilkə pışdaşıq, dolaşıq mənasında isim kimi işlənə bilər. Bu doğrudur, qabandan da elə doğru yazıb, getdi. Qəza. Qəza isim və sifət kimi. Qəza iki mənada işlənə bilər. Bir var, nəsə bir qəza baş verdi, isimdir burada. Bir də bu inzibati bölgü, məsələn, 3-cü qrupa gedənlər tarix fənnindən oxuyublar, bunu bilirlər. İnzibati bölgülər var idi, məsələn, müəyyən 18-19-cu əsrlərdə. Bunlara qəza deyirdilər, inzibati ərazi bölgüsüdür. Bu mənasında da isimdir. Bu yanlışdır. Qabanını da sənə verib yanlış demək, burada da uyğunsuzluq olmadı. Qır. Bir var, nəysə qırmaq, burada bir fel kimi işlədir, nəysə qırmaq. Bir də qır, neftdən hazırlanan, neftdən əmələ gələn yapışqan qata bir maddədir. Bu mənasında da isimdir. Doğrudur, qabanına doğru yazılıb getdi. Gürzə. Gürzə bir xörək adı kimi işlənə bilər. Gürzə xörəyi. Bir də gürzə ilan növü kimi, ilan adı kimi işlənə bilər. Yəni, hər iki mənasında isimdir, doğrudur, amma qabanından minus qoyub, deməli, burada uyğunluq pozuldu. 6-cı tapşırığa baxaq. Deyir, verilmiş sözlərdə anonimliyin hansı nitq hissələri arasında olması ilə bağlı uyğunluğu müəyyən edin. Gəlin baxaq. Ov işlənə bilər. Bir var, deyirəm, ova getdim, haraya getdim, nəyə getdim. Burada olacaq isim. Bir də var, deyirəm ki, ovmaq, nəysə ovmaq, ovxalamaq. Bax, bu mənada işlənəcək fel. Deməli, ana hara yazırıq. Bir mənası isim, bir mənası oldu fel. Daha sonra tər sözü. Tər bir var, insanın təri, o qabarcıqlar dərdə çıxır. Bir də var təzə mənasında. Deyirəm, tər meyvə, tərəvəz, yəni təzə mənasında işlənə bilər. Burada da olacaq sifət. B-ni yazıram bura. Nəticə. Bir var, bir işin nəticəsi, nəyi? Bu olacaq isim. Bir də nəvə nəticə mənasında yenə olacaq isim. C-ni yazırıq 1-ə. Buruq. Bir var, neft buruqları. Bu olacaq isim. Bir də deyirəm, buruq saç, necə saç? Bu olacaq sifət. Deməli, bu gedəcək isim sifətə. Sarı söz. Sarını uyğunlaşdıra bilməyəcək. Niyə görə uyğunlaşdıra bilməyəcək? Sarı sifət olar, sarı rəng. Sarmaq feili ola bilər. Bir də ola bilər evə sarı, burada da olacaq istiqamət qoşması. Yəni, bu uyğunlaşdırmaların heç birisinə aid deyil. Ona görə 1-ə C, 2-yə B, 3-ə A gedəcək. Testin doğru cavabı B variantı. 7-yə baxaq. Deyir, sinonimlər haqqında yanlış fikirləri müəyyən edin. Deməli, yalnız əsas nitq hissələrinin sinonimliyi olur, səhvdir bu fikir. Biri götürəcək. Köməkçi nitq hissələrində də sinonimli olur. Məsələn, deyirəm, evə doğru, evə sarı, evə tərəf, məsələn, istiqamət qoşmaları öz aralarında da sinonim ola bilər. Bu fikir yanlışdır. Yazılışı və deyilişi müxtəlif, mənalar da deyil müxtəlif olan sözlərdir. Sinonimlərin yazılış deyilişləri necə olur? Müxtəlif, amma mənaları
eyni olan sözlər, yəni yaxın mənalı sözlərdir. Ona görə 2 də yanlışdır. Müxtəlif nitq hissələrinə aid ola bilməz. Düzdür. Sinonimlər dedik ki, ancaq eyni nitq hissəsinə aid olur. Sinonimdə, antonimdə bunlar eyni nitq hissəsinə aid olur. Sami söz birləşmələrinin sinonimliyi mövcuddur. Bəli, frazeoloji birləşmələrin sinonimliyi ola bilər. Məsələn, deyirəm cin atına minmək, hirsindən zəncir çeynəmək. Yəni hər ikisi əsəbləşmək deməkdir. 4 də getdi. Antonimlərlə oxşar cəhəti bayaq dedik. Eyni nitq hissəsinə aid olmasıdır. Bu da doğrudur. 1-2. Hansı cümlələrdə amonim kimi işlənə bilən frazeoloji birləşmə işlənmişdir? İlyas işi başa vurub. Bax, bu başa vurmaq ifadəsi amonim frazem kimi işlənə bilər. Məsələn, deyirəm ki, elə burada baxın, deyir, işi başa vurub. Yəni, işi burada qutarmaq mənasında işlənib. Bir də deyirəm ki, o elədiklərini kiminsə başına vurdu. Yəni, kimsə mənə yaxşılıq edib, mən yaxşılıqları kimsə başına vurdum, başına çırpdım. Bax, bu mənada amonim kimi işlənə bilər. Biri götürürük. Onunla kəsdiyi dut ürəyi bilmədiyi üçün ona ürək yanma ifadəsi. Bayaq elə burada qeyd etdik. Kiməsə yazığı gəlmək, bir də sudan ürək yanmaq mənasında işlənə bilər. 1-2 ilə testimizin doğru cavabıdır. 9. Hansı cümlədə amonimliyi olan 3 söz iştirak edib? Amerika qitəsi 2 materikdən ibarətdir. Burada qitə sözünü görürəm amonim kimi. Coğrafiyada işlətdiyimiz qitə, bir də ədəbiyyatda şeir janrı var qitə adında. Başqa amonim mən görmürəm burada. Dənizdəki ləpələr, ləpə sözün amonimi var. Bayaq dedik, qosfındıq ləpəsi, bir də dənizin ləpəsi. Başqa da görmürəm. Birdən sözü çaşdıra bilər. Amonimlərdə biz dərsdə qeyd etdik ki, başlanğıc formaya baxırıq. Kökə yox. Kökə götürsəydi, kök bir olardı amonim. Amma sizə birdən sözünü verir. Başlanğıc forma burada elə birdəndir. Birdən sözündə amonimliyi yoxdur. Alsan düşmən əsgərləri biz tərəfə, biz sözünün amonimliyi var. Bir var, o ayaqqabı tikilən iynə formasında olur, biraz uzun iynə formasında olur. Buna biz deyirlər. Bir də birinci şəxsin əvəzliyi kimi işlənə bilər. Tərəfə sözü qoşma kimi işlənə bilər. Tərəf, məsələn, evə tərəf getdim, istiqamət qoşması. Bir də deyirəm, tərəflər razılığa gəldi. Burada isə isim kimi işlənəcək. Bir də ötmə ifadəsi işlənə bilər. Test doğru cavabı C variantıdır. Məsələn, deyirəm ki, ötüb keçmək, mənim yanımdan məsələn maşın ötdü keçdi. Bir də deyirəm ki, bülbüllər ötür, cəhcəh vurur. Bax, bu mənada 3 sözü elə amonim kimi götürə bilərik. 10-cu sual. Hansı fikirlər yanlışdır? Söz həm həqiqi, həm də məcazi mənada işlənməsi çoxmənalı sözlərlə frazeoloji birləşmələrin ortaq cəhətidir. Uşaqlar, biz demişdik ki, çoxmənalı sözlərdə və əsasən də frazeoloji birləşmələrdə sözün məcazi mənası şərtdir. Yəni, istər çoxmənalı olsun, istər frazem olsun. Bir söz çoxmənalı işlətməkdən ötürü onun məcazi mənada olması şərtdir. Yəni, burada həqiqi deyirsə, bu artıq yanlışdır. Biri götürürük. Amonim, sinonim, antonimlər vasitəsilə sözün leksik mənasını izah etmək olur. Amonimlərlə yox. Niyə olur amonimlərlə? Sinonim və antonimlərlə ola bilər. Amonimlərlə ona görə olmur ki, məsələn, deyirəm ki, yad sözü 2 mənada işlənə bilərdi. İnsanın yadı, yaddaşı, bir də yad özgə mənasında. Yəni, bilmirəm burada söhbət hansı yaddan gedir. Sözün artıq leksik mənası 2 istiqamətə doğru gedirdi. Konkret olaraq sözün leksik mənasını izah etmək olmur. Ona görə amonimlər bura aid deyil. Amma sinonimlərlə, antonimlərlə izah edə bilərsən sözün leksik mənasını. Ona görə 2 yanlışdır. Frazeoloji birləşmələr sintaktik təhlil zamanı parçalanmır. Bəli. Sadə cümlə üzvü olur. Bəli. Və yalnız feili xəbər kimi çıxış edir. Bax, bura kimi doğrudur. Deyil, yalnız feili xəbər kimi çıxış edir. Bu fikir yanlışdır. Məsələn, isim xəbər kimi də iştirak edə bilər. Məsələn, deyirəm ki, onlar, belə bir cümlə yazın. Dərsə, onlar dərsə laq asanlardır. Oldu feil sifətin şəkilçisi. Bizə demişdik ki, məsəllə feil sifət cümlədə ancaq ism xəbər rolunda çıxış edir. Məsələn, oldu burada artıq ism xəbər rolunda. 3 də yanlışdır. Testimizin doğru cavabı oldu. A variantı. Üzünə ağ olmaq, ağ eləmək kimi birləşmələr frazeoloji birləşmə kimi işlənir. Biz normalda məsələn qaydada demişdik ki, ol, et, bil, qıl tipli sözlərlə frazeoloji birləşmələr yaranmır.
Sadəcə bunu biz bir hazır qayda kimi götürə bilmərik. Çünki artıq o sözü verən sonun mənasına baxmalısınız ki, burada məcazilik varmı, yoxsa yox. Məsələn, üzünü ağ olmaq ifadəsi həqiqətən məcazilik var burada. Ağ eləmək ifadəsinə. O ağ eləmək nə deməkdir? Yəni orada məcazi bir məna var. Yəni məcazilik varsa burada artıq kök-kürayını harda oğul et gördümsə mən buna frazem kimi götürmədim. Belə bir ifadə yoxdur. Qayda yoxdur. Yəni qaydanı başa düşüb tətbiq edin onu. Burada üzünü ağ olmaq, ağ eləmək ifadələri məcazi mənada işlənir və bunu biz rahat bir şəkildə frazeoloji birləşmə kimi götürə bilərik. Bu doğrudur. Üz, tut, al sözləri həm çoxmənalı, həm də amonim ola bilər. Bəli, həm yəni məcazi formada da işlədə bilərik bunları, həm də amonim kimi işlədə bilərik. Məsələn, üz sözünü gəlişdə bir var suyun üzü desəm artıq məcazi işlətdim, oldu çox mənalı. Üzmək, bir də insanın üzü. Burada oldu artıq amonim. Tut sözü. Deyirəm sözü tut. Onun nə dediyini tut. Bax, belə bir ifadə var. Onun sözünü deyirəm havada tutdum. Bu olacaq çox mənalı. Bir var yediyimiz tut, bir də topu tutmaq. Bu mənalarda işlətdim, oldu amonim. Al sözü. Bir var nəyisə almaq. Bir də deyirəm al qırmızı, qırmızı rəng mənasında işlənsə bu olacaq artıq amonim. Bir də deyirəm ki, uşaqdan xəbər al məsələn. Burada olacaq artıq çox məcazi mənalı və çox mənalı. Bu da yəni doğrudur. Daha sonra 11. Uyğunluğu müəyyən edin. Bütün sözlərin leksik mənası deyil olmasa da, bəli, köməkçi diksiyələrin leksik mənası yoxdur, amma deyil bütün sözlərin qrammatik mənası var. Həqiqətən bütün sözlərin dilimizdə nitq hissəsini tapa bilərik. Qrammatik məna sözün nitq hissəsidir. Bir doğrudur. Amonimlər sözün leksik mənasını izah etmək üsulu deyil. Bəli, bayaq dedik ki, amonimlərlə izah edə bilmərik. Amonimlər həm leksik, həm də qrammatik mənası fərqli ola bilər. Bəli, leksik məna zaten fərqli olur. 2-3 müxtəlif mənanı bildirə bilər. Qrammatik mənası da deyək ki, biz amonimlər müxtəlif hissələrinə aid ola bilər. Bu doğrudur. Bir sözün bir neçə leksik mənası ola bilər. Doğru fikirdir. Al və say sözləri amonim xüsusiyyətinə malikdir. Bu da doğrudur. Al sözünü bayaq qeyd etdik. Say sözdə bir var nəysə saymaq, fe'l kimi, bir də say elə isim kimi işlənə bilər. Yəni siz orada nitq hissəsini soruşur. İsim kimi işlənə bilər. Yəni fikirlərin hamısı doğrudur. 12. Hansı dərəcədəki sözlər amonimlik xüsusiyyətinə malikdir? Gəlin baxaq. Yaz, gecə, şam. Burada yaz sözünü bir dənə amonim kimi görürəm mən. Yazmaq, bir də yaz fəsli kimi aid etdi. Şam, təcrübə, dağ. Şam sözünü bayaq qeyd etdik. Şam yeməyi yeməsəm, şam yandırılan şam ola bilər, şam ağacı ola bilər. Bir də dağ sözü ola bilər burada amonim. Məsələn, deyirəm o dağ, təpə, bax bu mənə coğrafiyadakı dağ termin kimi. Bir də deyirəm ki, dağ çəkmək, sinəmə dağ çəkmək, dağ vurmaq. Bax bu mənalarda işlənə bilər. Amma təcrübənin amonimi yoxdur. Soy sözü, neysə meyvəni soymaq, bir də deyirəm ki, sənin soyun, nəslin, bax bu mənada ola bilər. Qarış, kiminsə işinə qarışmaq, bir də ola bilər məsələn, bir qarış, iki qarış, ölçü mənasında işlənə bilər. En, bir en ölçü mənasında genişlik, en, bax bu formada. Bir də məsələn aşağı mərtəbəyə enmək. Oldu testin doğru cavabı C variantı. D-də yadı görürəm amonim kimi bayaq qeyd etdik insanın yadı, bir də yad özgə mənasında. Y-də şan sözünü görürəm. Məsələn şan şöhrət mənasında, bir də o arının, balın şanı olur, arının şanı. Bax o mənada işlənə bilər. 13. Hansı cümlədəki nümunəni həm frazeoloji birləşmə, həm də həqiqi mənalı ifadə kimi, yəni deyir, həm frazem kimi düşünün, məcazi mənalı ifadə kimi, həm də həqiqi mənalı söz kimi. Dilotu yemək ağır zəhərlənməyə səbəb ola bilər. Burada dilotu yemək ifadəsi çaşdıra bilər. Dilotu yemək, bəli, tez-tez danışmaq mənasında frazeoloji birləşmə kimi işlənə bilər. Amma fikir verin, cümlənin məzmununda görün sizdən nə istəyir? Deyir, dilotu yemək. Dilotu adında bir dənə bitki var. Araşdırın internetdə yazın, çıxacaq dilotu yazan kimi. Bax, burada bitki mənasında işlənir. Yəni, tez-tez danışmaq ağır zəhərlənməyə niyə səbəb olsun? Cümləni siz o formada götürürsünüz, artıq məzmun edir. Həqiqətən burada deyir ki, dilotu, yəni hansı dilotu adında bir bitki var. Həmin deyir, bu bitkini yemək ağır zəhərlənməyə səbəb ola bilər. Bu, həqiqi mənalı ifadədir. Frazem kimi bunu götürə bilməzsiniz. Məzmun itirsiniz artıq orada frazem kimi götürsəniz. Bu getdi. Mülayim insan olsa da tərsliyi tutanda, tərsliyi tutmaq ifadəsi frazem kimi düşünə bilərəm. Yəni məcazi məna, tərsliyi necə tuta bilərsən sən? Yəni bunu mən həqiqi kimi işlədə bilmərəm. Sözündən dönmə ifadəsi də yəni yenə məcazi olur ancaq.
Qonaqlar axşam tərəfi yola düşdülər. Yola düşmək ifadəsi burada da frazeoloji birləşmə kimi işlənib. Yəni harasa getmək mənasında. Həqiqətən yolun ortasına düşmürlər. Yola çıxmaq mənasında işlənir. Bunu da həqiqi mənalı ifadə kimi düşünə bilmərəm. Uşaq o qədər ağlamışdı ki, ağzından suyu axırdı. Burada da bax bunu isə ağzının suyu axmaq ifadəsi düzdür. Frazem kimi də işlənə bilər. Amma baxın cümlədə görün, cümlədə sizə nə istəyir? Uşaq həqiqətən deyir, o qədər ağlamışdı ki, ağlayanda həqiqətən ağzının suyu axa bilər. Yəni bu doğru bir fikirdir. Həqiqi mənalı ifadədir. Ağlamaqdan ağzının suyu axırdı. Bax bu siz bunu burada məcazi kimi, frazem kimi götürə bilməzsiniz. Qaldı testimizin doğru cavabı Y variantı. Uzun illərdən sonra ilk dəfədir ki, meydanı boş görürdü. Bax bu meydanı boş görmə ifadəsini mən frazem kimi necə işlədə bilərəm? Bir var deyirəm ki, gəlin birinci həqiqi mənada işlədək. Deyirəm ki, məsələn, kəndə getmirəm uzun müddətdir. Kəndə bir meydan var deyək ki, uzun illərdən sonra həmin o meydana gəldim və meydanı boş gördüm. Yəni meydanda heç kim yox idi. Nə insanlar, nə başqa bir şey, heç nə yox idi. Meydan boş idi. Burada artıq həqiqi mənada işlənib. Bir də deyirəm ki, kimlənsə bir hesabım var, görəsə hesabım var. Əlimə bir fürsət düşdü. Deyirəm ki, meydanı boş gördüm, tez fürsəti əldən verməyim. Bax, bu mənada olacaq artıq frazeoloji birləşmə. Uzun illərdən sonra deyirəm, ilk dəfə ki, meydanı boş gördüm. Yəni fürsət tapdım, əlimə fürsət getdi. Bax, bu mənada olacaq artıq frazeoloji birləşmə. Bu cümlədə yəni yerinə görə həm frazem, həm də həqiqi mənalı ifadə kimi götürə bilərsiniz. 14. Hansı cümlədə fərqləndirilmiş hissə feillə amonimdir? Feillə deyil, amonimdir. Gəlin baxaq. Çayın daşması cümlənin ardına oxuyun, lazım deyil. Bax, burada daş sözü düzdür. Amonim kimi işlənə bilər. Bir var yerdə o daş parçası olan daş parçası, bir də daşmaq feili. İndi baxın, burada daşmaq feilinin zaten özü işlənib. Mamə burada məsdər şəkilçisidir. Iqdakı mənsubiyyətdir. Burada çayın daşmağından söhbət gedir. Bu daşmaq feilidir. Feil necə feilin özü ilə amonim olsun? Sizə desəydik ki, fərqləndirilmiş isə isimlə amonimdir. Hə, götürə bilərdiniz. Həqiqətən burada daşmaq feili var. Daş ismi ilə götürə bilərdiniz amonim. Amma burada feilin özünü verir baxı sizə. Feil feillə necə amonim ola bilər? Görə bu getdi. Səhvin işləri. Səhvin. Səhvəkdən səfin. Nə işi? Səfinin işi, yəni burada verməyin yəlik haldadır. Fikir verin, burada isim kimi işlənir. Mən bunu səfin, yerə toxunu səfin formasında işlətsəm, vurğu məsələsi var burada artıq. Vurğuya görə fərqlənir. Bu amonim ola bilməz. Nədir o mənalı dərin baxışlar? Nələr? Baxışlar. Baxmaq feilindən baxış ismi yaranır. Bu isimdir. Baxış ismi. Bir də deyirəm ki, uşaqlar bir-birinə məsələn baxışdı. Baxışmaq feili, baxmaqdan baxışmaq, qarşı-qarşıya baxışırlar. Fikir versiniz, qarşılıq bir cəhət növü var burada. Burada isə artıq olacaq, baxın, hər ikisinə başlanğıc forma baxışdı. Vurğu məsələsi yoxdur. Baxışmaq, baxışlar. Yəni sözün başlanğıc formasına nəzər salırıq burada. Yəni hər ikisi burada normalda isimli və baxışmaq feili ilə həqiqətən də amonim yarada bilər. Ona görə testin doğru cavabı C variantıdır. Vəfa küçəsində ev tut. Burada tutmaq feilidir. Feilin zaten özüdür. A variantındakı kimi. Şuşa ucalmısan belə olmalıydı. Ucalmısan boz buludlara. Yəni burada da bir şey yoxdur. Testin doğru cavabı oldu C variantı. 15. Ürəyinə qara fikirlər gəlmək. Frazeoloji birləşməsinin sinonimi hansı cümlədə işlənmişdir? Ürəyinə qara fikirlər gəlmək, yəni ürəyinə xal düşmək, narahatçılıq keçirmək, bax bu mənalarda işlənir. O ringə çıxar-çıxmaz rəqibin gözünün odunu almaq. Yəni, gözünün odunu almaq, onu qorxutmaq deməkdir. Ürəyinə qara fikirlər gəlmək mənasını işlənmir. Evə qayıdan Əlimərdan pulların yerində olmadığını görür. Sinatına minmək əsəbləşməkdir. Ürəyinə qara fikir gəlmək, narahatçılıq keçirmək, narahat olmaq mənasını verir, qorxmaq mənasını vermir. Səkinə xalanın təkcə dostu bildiyi Vüsalə xanım, işdə onun qarasınca deyinmək, onun arxasınca danışmaqdır. Bu da getdi. Atasının sözləri azmış kimi, ahıl babasının da sözlərini qulaq ardına vurmaq, onu saymamaq, vecinə almamaq. Eyni mənanı vermir. Qaldı elə E variantı. Elin bu vaxtları havanın belə sərt keçməyi, ürəyinə xal salmışdı. Bax, ürəyinə qara-qara fikirlər gətirirdi, ürəyinə xal salırdı. Bax, bu mənalarda işlədə bilərsiniz. 16. Nümunənin təhlilinə aid deyil. Yanlış istəyir. A variantına nə deyir? Birinci misrada amonim olan sözün iştirakı.
Deməli, birinci misrada amonim. Fikir verin, bu göydəki sözünü götürürsünüzsə, göydəki sözü amonim deyil. Sözün kökü amonimdir. Yenə deyirəm, başlanğıc formada ehtiyatlı olun. Sözün leksik o qədər siz kitablarda, testlərdə hazır kök formasında olan sözləri görmüsünüz ki, bu leksik şəkilsiz sözlər onda artıq çaşırsınız. Sözün kökünə baxmırsınız heç vaxt. Başlanğıc formasına baxırsınız. Bu söz amonim deyil. Amma amonim var. Burada ay sözü var. Ay sözünü necə amonim kimi işlədə bilərəm? Bir var ayın günləri. Məsələn, deyirəm, bugün ayın 23-üdür bu formada. Bir də deyirəm, ay uşaq, bəri bax, çağırış imzası kimi. Siz düşünsəniz ki, mən bunu göydəki ayla götürə bilərəm. Göydəki ay, bir də məsəl üçün ayın günləri. Bu amonim sayılmır. Çünki bir mənası ümumidir, bir mənası artıq xüsusidir. Aydın oldu. Bayaq dediyim o iki mənada amonim ola bilər. Deməli, bu B doğrudur. A variantı doğrudur. İkinci misrada həm sinonim, həm də antonimi olan sözün iştirakı. Həm sinonim, həm də antonim olan sözün iştirakı zülmət sözünü götürə bilərik burada rahat bir şəkildə. Zülmət və qaranlıq. Hər ikisi yəni isim kimi sinonim ola bilər. Antonimi olan zülmət, aydınlıq, işıqlıq. Bax, bu formalarda da antonim kimi götürə bilərik. Sonuncu misrada küməsin etkisi ilə amonimlik təşkil edən sözün olması. Necədir sözü? Deyir, gündüzlər də soruşmadın, necədir qəlbim? Necədir? Burada sual əvəzliyidir. Köməkçi etkisi ilə də amonimlik təşkil edə bilər. Deyirəm, necə gözəl havadır? Ədat kimi işlənə bilər. Bu getdi. Üçüncü misrada fərqləndirilmiş sözlərin amonimliyi. Gecə, gündüz. Bu sözlərin amonimliyi yoxdur. Bu testin doğru cavabı olur. D variantı. Kökü amonim olan sözün iştirakı. Bax, bunu göydəki sözünü götürə bilərsiniz. Göydəki sözün kökü həqiqətən amonimdir. Bir var, səma, göy, kainat mənasında, bir də göy rəng mənasında və ya da göy, göyərti mənası. Göyərti deyilir, onun da kökü göy deyilər. Bax, o mənada işlədə bilərik. 17. Hansı cümlədə frazeoloji birləşmənin işləndiyini əminliklə demək olmur. Dan yeri söküləndə, dan yeri sökülmə ifadəsi frazeoloji birləşmədir. Səhər vaxtı o üşüb qızarır, görmüsünüz. Bax, o mənada işlənir. Yəni, siz bunu ancaq frazem kimi düşünə bilərsiniz. Başqa əminliklə deyə bilərsiniz ki, burada frazem var. Başqa mənada düşünmək olmur. Orxan nəticəsini görəndə muma döndü. Yəni, muma döndü, hansı mənada işlənir? Burada təəccüblənmək, təəccüblənmək mənasında işlənir. Muma başqa necə dönə bilərsiniz? Ancaq frazem kimi işlənir. Gəldiyi vahidi direktorun yanında tamam gözdən salmaq, hörmətdən salmaq. Bax, bu mənalar gözdən başqa necə sala bilərsin? Bu da frazem kimi işlənir, həqiqi işlənə bilməz. Anası əsəbləşib uşağın ipini yığdı. Hə, bax, burada uşağın ipini yığma ifadəsi. Bax, bu ola bilər. Bir var deyirəm ki, uşaq əlində iplə oynayır. Anası nəysə əsəbləşib uşağın əlindən ipini aldı. Oynadığı ip aldı, ipi yığdı. Bax, bu mənada həqiqi olacaq. Bir də deyirəm, uşaq çox dəcəldir. Uşağa məsələn cəza verir, hansısa bir variantlarla onun ipini yığır, yəni onu sakitləşdirir. Burada isə artıq olacaq frazeoloji birləşmə kimi. Aydın oldu, məcazi mənada işlənəcək olacaq frazeoloji birləşmə kimi. Uşağın əlinə cana gəlmişdi, cana gəlməkdə artıq frazemdir, yəni onu həqiqi mənada düşünə bilmirik. Hansı sözün leksik mənası düzgün izah olunmayıb? Abajur yazılışına fikir verin, abajur yazılır, bəzi testlərdə abajurdur bu. Gözü işıqdan qorumaq üçün olan örtük. Bu doğrudur. Afişa, tamaşa, konsert haqqında divarda elanlar göstərib, onlara afişa deyilir. Bu doğrudur. Çünki savaş zamanı birinin digərinə meydan oxunması deyil. Çünki hər hansı bir janr kimi, janr deməyək, bir şeirlər toplusu, belə deyək də. Məsələn, divan var ədəbiyyatda, divan kimi bir şeirlər toplusuna deyilir. Çünki savaş zamanı birinin digərinə meydan oxuması deyil. Bəsirət o deyirlər, məsələn, bəsirəti açılır, yəni hər şeyi görür. Bir şeyi dərindən tez anlama qabiliyyəti. Bu doğrudur. Seçməklə 2 milyon dəfə demişik. Gözlük, seçmək, bax, görmək üçün göz taxılan vasitəyə açıqda belə deyək. 19. Sinonimi olmayan, lakin nöqtələrin yerinə əlavə edildikdə məna cəhətdən bir-birini əvəz edə bilən sözlər. Yəni, sinonim olmasın, amma bir-birinin nöqtələrin yerinə əvəz edə biləcək sözlər olsun. İnsanların deyək ki, bütün tibbi təlimatlara əməl edirdi. Burada variantlardan gəl çıxış edək. Bax, məsələn, bir işə baxaq. İnsanların hamısı əksəriyyəti. Baxın, əksəriyyət hamı deyil. Əksəriyyətin içində
hamı olmaya da bilər. Yəni belə deyim, çoxluq təşkil edə bilər, azlıq da təşkil edə bilər. Burada əksəriyyət hamı demək deyil. Hamı da bütün insanlar var. Əksəriyyətdə çoxluq təşkil edir. Yəni hamı yoxdur. Ona görə 1 ilə 2-ni siz eyni formada yazıb bura əvəz edə bilməzsiniz. Bu getdi. 3-4. Şəfa tapanlar sağlamları. Sağlamla şəfa tapanların da, yəni bir-birini əvəz edə bilməz bu sözlər. Orada məna itir artıq. Deyir, məna cəhətdən bir-birini əvəz edəsin. Şəfa tapanla sağlamı götürə bilməzsin. 2-1. İnsanların əksəriyyəti, bir də insanların çoxu. Bax, bunları yaza bilərsən. İnsanların əksəriyyəti ola bilər, bir də insanların çoxu ola bilər. Eyni mənanı verir, amma sinonim deyil. Aydın oldu. Burada da yenə hamısı ilə şəfa tapanlarını götürə bilməzsiniz. Əlaqəsizdir. 4 ilə də sağlamları ilə də çoxunu götürə bilməzsiniz. Tez doğru cavab olur C variantı. Hansı söz izahına uyğun fikir yoxdur? Son vaxtlar imtahanlarda qabağımıza çıxan sual modelləridir. Boynunu almaq, etiraf etmək ola bilər. Nəysə boynumu aldım, etiraf elədim. Üstü örtülü danışmaq, işarə vurmaq, ilham vurmaqdır. Nəysə ilham vururam, üstü örtülü danışıram. Sirlərlə dolu anlaşılmaz, əsrarəngizdir. Abidənin də özünü postamentdir. Deməli, testin cavabı nə qaldı? Etiqad. Etiqad sözünün mənası nə deməkdir? Etiqad bir şeyə qəlbən inanmaqdır. Qəlbdən, ürəkdən inanmaqdır. 21. Cədvələ əsasən düzgün fikirləri müəyyən edin. Sinonim sözlərdir. Tanınmış məşhur sözün dəfələrlə dərs sahlarında demişik ki, sinonim deyil. Oxşasalar da bir-birinə məna cəhətdən. Tanınmış feili sifətdir, məşhur sifətdir. Yəni nəticə olaraq bu feildir. Feil sifət özü feildir. Ayrı-ayrı nitq hissələrdir. Sinonimlərdə eyni nitq hissəsi olmalıdır. Ona görə birlər getdi. Daha sonra naşı təcrübəsiz. Naşı deyirəm, naşı adamdır, təcrübəsiz adamdır. Bax, bunu da götürə bilərik. Dəymək, yetişmək. Məsələn, meyvə dəydi, yetişdi. Meyvənin dəyməsi. Bax, belə bir ifadə var. Bu testlərdə çıxırlar qabağınızda. Yetişmək mənasında işlənə bilər. Sürət bir şəkildə götürə bilərik. Dost bir antonim sözlər. Dostla aşna antonim deyil. Harada yaxın mənalı götürə bilər, amma antonim deyil. Xəsis varlı. Xəsis bir şeyin, məsələn, pulu çox olur. Deyirəm ki, məsələn, pulunu gizlədir, xəsis adamdır. O varlı demək deyil ki, antonimlər varlı ola bilməz. Yəni, bu səhvdir. Amma etinasız deyirəm, bir şey etinasız yanaşır, amma bir də onun əksi olaraq deyirəm, bir şey diqqətlə yanaşır. Bax, bunları antonim söz kimi götürə bilərsiniz. Sifət kimi antonimi olan, isim kimi antonimi olmayan amonimlərdir. Deyir, sifət kimi antonimi olsun, isim kimi antonimi olmasın. Gəl, burada konkret variantlardan çıxış edək, rahat olsun sizə. İkiyə baxaq, yad sözü. Yad hansı mənalarda işlənə bilər? Bayaq dedik, insanın yadı, yaddaşı, burada olacaq isim. Bir də deyirəm, yad özgə mənasında. Burada olacaq sifət. İndi isə nədir? Bir isim kimi antonimi olmasın. Həqiqətən insanın yaddaşının, onun antonimi yoxdur. Buna mən antonim götürə bilmərəm. Sifət kimi bir antonimi olsun. Özgə antonim nə ola bilər? Doğma ola bilər. Deməli, işlədə bildim mən bunu. İkini götürə bilərik. Sonra, mürəkkəb sözü. Mürəkkəb isim kimi o qələmin mürəkkəbi olur içində olan yazı yazmaq üçün. Bax, orada olacaq isim. Mən buna mürəkkəb, ona antonim qoya bilmərəm. Amma bir də var, deyirəm, mürəkkəb sifət kimi çətin ola bilər də, düzdür. Çətini mən antonim necə qoya bilərəm? Deyirəm, məsələn, asan qoydum. Deməli, bu doğru fikirdir. Daha sonra 6-ya baxaq. Dolu. Dolu isim kimi ola bilər. Məsələn, göydən deyirəm, dolu yağır, qar yağır. Mən buna antonim götürə bilmərəm. Antonimi yoxdur. Amma dolunun antonimi boş ola bilər də, düzdür. Dolu, bir də boş. Bu mənalarda işlədə bilərəm. Deməli, sifət kimi antonimi oldu, isim kimi antonimi oldu. Kesin doğru cavabı C variantı. 23. Hansı sözlər amonim söz kimi işlənə bilər? Baxaq. Şaxta söz dedik bayaq. Amonim deyil, vurğuya görə fərqlənir. Dimdik, sona düşəndə quşun dimdik ismi olar. Bir deyirəm, dimdik dayanıb. Əvvələ düşdü, oldu zərf. Vurğu məsələsi var, bir dənə al sözdür burada. Bu getdi.
Bəzən sözü, nərə sözü, bunlar sarı düzdür, amonim kimi işlənə bilər, bax qeyd etdik. Amma bəzənlə nərə sözləri uzanmaya görə mənası dəyişən sözlərdir. Bunları amonim kimi götürə bilmərik. Daha sonra qaz sözünün amonimliyi var. Yemək bişirdiyimiz qaz, bir də heyvan qaz və ya da yeri qazmaq. Bu ola bilər. Çox sözü. Çox gözəl desəm olacaq ədat, amma çox say kimi işlənə bilər. Olacaq burada da say, yəni amonim kimi götürə bilər, amma oxunun amonimliyi yoxdur. Daha sonra təkin amonimliyi var. Deyirəm ki, tək adam sifət ola bilər, tək qalmaq zərf ola bilər. Və ya da cümləçi diksiyası kimi də işlədə bilərik bunu. Düz sözdə eyni ilə düz danışır, məsələn, zərf ola bilər. Maşın düz divarın yanında dayanmışdı, məsələn, burada ola bilər, ədat ola bilər. Nəsə düzmək, fe'l ola bilər, sifət kimi işlənə bilər və yaxud da isim ola bilər, düz, dərə, təpə, bax bu mənalarda işlənə bilər. Amma yanacağın amonimliyi yoxdur. 81 var say mənasında. 80, 90, 100 bu mənalarda. Bir də səslənmək, qorxmaq mənasında işlənə bilər. Daha sonra say. Dedik bayaq say, saymaq, bir də nəysə saymaq fe'l mənasında, bir də say, nitq səsi kimi say. Surət bir var, insanın surəti, insanın sifəti, üzü, surəti. Bir də var, deyirəm ki, bədii əsərdəki o surətlər var, obrazlar. O riyaziyyatda sürət və o sürətdir, ha, bununla qarışdırmayın. Üyüsü var onun. Bir var obrazlar, bir də var insanın surəti, bənizi, sifəti. Bax, bu mənasında anonim olacaq. 24. Sözlərdən biri yalnız küməsi nitq səsi ilə amonimlik əmələ gətirir. Sıx sözü sıxmaq fe'li ola bilər. Sıx meşə desəm sifətlə, sifət olacaq burada. Bu getdi. Qabaq sözü. Qabaq sözü, qabaq tərəflər ola bilər, sifət ola bilər. Məsələn, qabaqda dayandım, yer zərfi ola bilər. Və yaxud da səndən qabaq qoşma kimi işlədə bilərsiniz bunu. Yəni, burada yalnız cümləsi diksiyasının olmadı, başqa diksiyələr də oldu. Ona görə bu da getdi. Sarı yenə sifət ola bilər, fe'l ola bilər, qoşma da ola bilər. Yalnız cümləsi diksiyası olmadı, düzdür, qeyd etdikdə. Testin doğru cavabı olacaq B variantı. Çox sözü çox ola bilər, say bir də çox ola bilər, ədat kimi. Çox gözəl, məsələn, ədat kimi. Yəni, yalnız cümləsi diksiyasından amonimlik yaratdı. Ona görə testin doğru cavabı oldu B variantı. 25. Verilmiş cədvəldən uyğunluğu müəyyən edin. Eyni nitq hissəsinə aid olan amonimlərdir. Alışmaq sözü. Götürə bilər. Bir var deyirəm ki, kiməsə öyrəşmək, alışmaq. Bir də deyirəm ki, ev alışdı, yandı. Alışmaq, evin alışması. Bax, bu ola bilər. Oxşamaq. Kiməsə bənzəmək mənasında deyirəm, filankəs kiməsə oxşuyur, bənzəyir. Bir də nənə nəvəsinə oxşuyur, əzizləyir. Bax, bu mənada ola bilər. Bağırmaq sözü. Bağırmaq ilə fe'l kimi düşünürsən də, yəni başqa mənada düşünə bilməzsən. Bu getdi. Daha sonra müxtəlif nitq hissələrinə aid amonimdir. Ağıl sözü bir var insanın ağlı, isim ola bilər. Bir də ağıl heyvanların saxlandığı yer mənasında işlənir. Burada da isimdir. Yəni amonim kimi düz götürə bilər, amma müxtəlif nitq hissəsi deyil. Bu getdi. Bateriya. Bateriya sözü də bir var ordu, qoşun, hərbi bölük mənasında bateriya işlənə bilər. Bu mənada da toplu isimdir. Bir də o bateriya olur, məsələn, sağda taxılan bateriya. Bu mənada yenə isimdir. İki mənasında isimdir. Bu da getdi. Böyür. Bir var hara, böyür, yan tərəf. Bir də var zərf olacaq burada. Bir də var deyirəm böyürmək. Bu zaman olacaq artıq fe'l. Yəni müxtəlif nitq hissələri oldu. 1, 2, 6. 26. Deyir, eylərin diaqramına əsasən doğru fikirləri müəyyən edin. Kök, bir də axırına çıxmaq ifadəsi. Gəlin baxaq. Deyir ki, sadə cümlə üzvüdür. Frazeoloji birləşmələr bilirsiz ki, sadə cümlə üzvü olur, mürəkkəb cümlə üzvü olmur. Ona görə birin yeri bax bura olmalı idi. Birləri çıxaq, birlər getdi. Daha sonra antonim sifətdir. Kök ifadəsi, kök sözü. Antonim sifətdir, bəli. Kök dolu mənasında sifət. Bir də ola bilər, kök yediyimiz kök ola bilər. İsim burada da olacaq. Yəni antonim sifət deyirsə ki, yerindədir. Amonimli xüsusiyyətinə malikdir.
Bəli, hər ikisi amonim xüsusiyyətinə malikdir. Çünki dedi zaten axırına çıxma ifadəsi bir şeyi məsələn deyirəm ki, sona qədər araşdırmaq. Məsələn deyirəm, məni narahat edən bir məsələ vardı. Mən məsələn axırına çıxdım. Axırına çatdım ki, görüm məsələ harda qurtarır. Bax, bu mənada işlənə bilər. Bir kimisi öldürmək, məhv etmək mənasında işlənə bilər. Deyirəm məsələn, mən onun axırına çıxdım. Və yaxud da biri yaxşı bir hərəkət eləmir, deyirəm ki, mən onun axırına çıxacam. Bax, bu mənada işlənə bilər. Ona görə söz doğrudur. Bitirmək sözü ilə amonimdir. Axırına çıxmaq ifadəsi heç mənasını bilmirsiniz. Frazeoloji birləşmədirsə, frazeoloji birləşmənin amonimi, sinonimi, antonimi frazeoloji birləşmə olmalıdır. Bitirmək frazeoloji birləşmə deyil. Ona görə 4 getdi. Sonunu gətirmək, bayaq dedim, öldürmək, məhv etmək. Bax, bu sonunu gətirmək frazemin özüdür artıq. Bununla da sinonim ola bilər. Bu da oldu artıq. 27. Məna tayları müxtəlif nitq hissələrinə mənsub amonimlər. Gəlin baxaq. Gündüz sözünü amonim kimi işlədə bilmərik. Bir getdi. Yar sözü. Yar nəyəsə yarmaq, fel olar. Bir də yara deyirəm, məktub yazdım. Kimə? Yara. İsim ola bilər. Buruq saç sifət olacaq. Net buruqlar desəm nə? İsim olacaq. Onu bayaqdan neçə dəfə dedik. Zaten ud. Nəysə ud. Bax, udmaq feili ola bilər. Bir də ud musiqi aləti kimi ud ola bilər. Birində isim olacaq, birində feil. Daha sonra top. Top sözü isim olacaq. Bir var o uşaqların oynadığı balaca toplar olur. Bir də atəş. Müharibədə istifadə olunan toplar. Yəni isimdir. Buna çıxırıq. Qovaq. Bir var qovaq ağacı, isim. Bir də var götürə bilərik. Qovaq başdakı kəpəyə deyilir. Qovaq. Yenə də isimdir. Qovaq feili kimi götürməyin. Orada başlanğıc forması artıq qovdur. Yəni o başlanğıc formaları fərqləndirinə görə götürməyəcək bunu. Aşıq ifadəsi. Bir var aşıq-aşıq oynadıdır. Bir də aşıqlar saz əllərində çalırlar. Yəni burada da isimdir. Ona görə bu da getdi. Göy sözü bir var rəng mənasında olacaq sifət. Bir də göy səma mənasında olacaq isim. Deməli, burada da müxtəlif nitq hissələrinə aid oldu. 2, 3, 4, 5, 9. Nitq sözünün leksik təhlilinə aiddir. Gəlin baxaq. Sizdən nə istəyir? Leksik təhlili. Deyişlə yazışı fərqlənmir. Düzdür, deyişlə yazışı fərqlənmir, amma biz bunu dərsdə qeyd etmişdik. Deyişlə yazışı fərqlənməməsi onun leksik təhlili deyil. Bu onun fonetik təhlilidir. Ona görə A variantı yanlışdır. Gətirir A variantına qoyub tipdə suallarda doğru kimi görünən variant çaşıb onu götürürsünüz. Sualları oxuyanda görün sualın şəkildə nə istəyir. 28-dən sonra B variantına baxın. Müthiş söz deyir vahiməli sözü ilə sinonimdir. Fikir verin, müthiş. Bax, müthiş sözün bizdə daha çox nədənsə gözəl mənasında götürürsün. Deyir, müthiş bir hadisə. Xeyr, belə deyil. Azərbaycan o türklərdədir. Azərbaycan dilində müthiş sözünün mənası ilə vahiməli deməkdir. Qorxulu deməkdir. Aydın oldu. Yəni, bu vahiməli sözün yəni sinonimli deyir. Bu artıq doğrudur. Aydın oldu. Müthiş sözü vahiməli sözündən sinonimli. Qorxulu deməkdir. Vahiməli demək. Gözəl mənasında işlənmir. Amonimli var deyil. Müthiş sözün amonimliyi yoxdur. Yalnız leksik mənası var. Qrammatik, bütün sözlərin qrammatik mənası var. Bu yanlışdır. Quruluş da sadə sifətdir, müthiş sözdür. Bu da düzdür, quruluş da sadə sifət, amma onun yenə leksik təhlili deyil. Bu da getdi. Yəni bu söz yaradıcılığı ilə bağlı olan bir bölmədir. Leksik mənası düzgün izah olunan sözü istəyir. Gəlin baxaq. Labüdlük. Labüdlük deyir inamsızlıq, vətsizlik. Labüdlük vacib olan bir şeydir. Labüd, vacib, zəruri. Bax, bu mənalarda işlənir. Bu getdi. Laborant. Laborant dolaşıqlıq deyil. Laborant bir vəzifədir. Vəzifə mənə. Məktəblərdə laborant olur. Vəzifədir bu. Dolaşıqlıq, qarışıqlıq bu labirint mənasını verir. Bu getdi. Təbə. Təbə əhali deməkdir. Xalqın müxtəlif təbəələri, əhali. Bax, əhali mənasında işlənir. Bu da getdi. Ülfət. Ülfət sözünü yazıb ayrılıq, hicran. Ülfət, ayrılıq, hicran deyil. Ürəkdən bağlanmaqdır. Kiməsə ülfətlə bağlamaq, yəni ürəkdən bağlanmaq. Ona görə bu da getdi. Fəzilətə. Fəzilət dəyər, qiymət mənasını verir. Bax, bu fikir artıq doğrudur.
30. Sözlərin mənasını testlərdə, sınaqlarda qabağınıza çıxdıqca çalışın öyrənin. Mətnlərdə düşə biləcək sözlərdəndir. Daha sonra cədvələ əsasən yanlış uyğunlaşdırmalar. Bax, bu tipli suallarda son vaxtlar çox çıxır testlərdə, imtahanlarda qabağımıza. Ehtiyatlı olun. Deyir, yanlış uyğunlaşdırmalar. Frazeoloji birləşmə, həqiqi mənası sinonimi. Adından köpük qusmaq ifadəsi çox kasıb olmaq deməkdir. Həddindən artıq kasıb olmaq. Deyirəm, çox kasıbdır, acından köpük qusur. Bax, burada deyir ki, həqiqi mənası kasıb olmaq. İndi dedim də kasıb olmaq mənasını verir. Bir yerindədir. Bizə deyir, yanlış uyğunlaşdırma. Ona görə bilinər getdi. Qarnına fit salmaq deyir sinonim. Qarnına fit salmaq çox acımaq deməkdir. Ac olmaq, həddindən artıq ac olmaq. Bax, kasıb olmaqla ac olmaq bir-birinə sinonim deyil. Aydın oldu, mənaları fərqli-fərqli sözlərdir. Ona görə testin doğru cavabı 2-dir. Papağanı yan qoymaq. Papağanı yan qoymaq ifadəsi lovğalanmaq deməkdir. Yəni, heç nəyin vecinə almamaq, lovğalanmaq. Lovğalanmaq bunun sinonimi ola bilməz. Fikir verirsiniz, papağanı yan qoymaq özü frazeoloji birləşmədir. Lovğalanmaq isə sözdür. Frazeoloji birləşmə deyil. Sinonim ola bilməz bunlar. Sinonim olması üçün onun özünün frazem olması lazım idi. Onun üçün, lovğalanmaq sadəcə bunun mənasıdır. 4-ün yeri bura gəlməlidir. Papağanı yan qoymağın sinonimi dünyanın vecinə almamaq ola bilər. Yəni, üçün də yeri bax buraydı. Yəni, elə bir yerlərin dəyişik verib. Başa düşdünüz? Papağanı yan qoymaq lovğalanmaqdır. Həqiqi mənası lovğalanmaqdır. Sinonim isə dünyanın vecinə almamaqdır. Yəni, deyirəm, papağanı yan qoyur, dünyanın vecinə almır. Bax, bu mənalarda işlənə bilər. Daha sonra, deməli, 2, 3, 4 testin doğru cavabı oldu elə A variantı. Saçını süpürgə etməkdə çox çalışmaq mənasını verir. Deyirəm, məsələn, saçımı süpürgə edirəm, dərdən qabıqdan çıxıram. Bax, 6 yerindədir. Amma canlı oda yaxmaq qaydasından sinonim ola bilməz. Ona görə testin doğru cavabı olur. Deməli, A variantı. Yəni, orada canlı oda yaxmaq ifadəsi zəhmətə qatlaşmaq, əza vəziyyəti dözmək mənasında işlənir. Yəni, bu onun həqiqi mənası deyil. Bu həqiqi mənası yerində işlənmir. Amma yerinə görə haradasa sinonim kimi ola bilər. Ona görə bu 5-in yeri yanlış yerdədir. Belə. Ümid edirəm ki, faydalı olar. Testi işləmək istəyənlər əlaqə nömrəsi altda qoyacağım. İzahlara baxmamışdan əvvəl özünüz işləyib, daha sonra izahına baxa bilərsiniz.